Əvvəllər belə deyildi, amma bu son vaxtda cümə xutbəsi gedəndə çox insanlar telefonla oynayır. Görürsən ki, qulaq asmırlar və yaxud da danışırlar. Həm onlara bir məsləhət eləyərdi, həm də biz həmin vaxtı nə etməliyik? Bismillahi, elhamdülillahi və salatu və selamu alə Rasulillah. Qardaşın sualını eşitdinizə. Hamımızı narahat edən məsələlərdən həqiqətən. Allah bağışlasın. Həqiqətən də əvvəllər elə deyildi. Əvvəllər elə deyildi. Axır vaxtlar Allah hamımızı islah eləsin, bağışlasın. Bu məsələlər artıb, subhanallah. Ümumiyyətlə, imam xutbə verəndə danışma olmaz məsciddə. Bu məsələlər niyə görə belə başlayır? Biz əslində istərsə məscid haqlarını, istərsə məscidə gedərkən, məscidə girərkən, məsciddən çıxarkən, xutbə vaxtı, onları bilmirik ona görə. Biz bilmirik deyənə bu şeylər baş verir. Bilən adam eləyər sizə. Ola bilərmi ki, biz onların tələb edək öyrətmədən? Bu da yaxşı deyil, düzdür? Bəlkə doğrudan da bilmirlər. Onları qınamırıq. Yəni, başlanğıc olaraq o qardaşları qınamırıq. Amma ki, onları öyrədəndən sonra, onlar bu şeyləri biləndən sonra bu şeylərin baş verməsi yaxşı hal deyil. Yəni, bir neçə məsələni inşallah mən xatırladacağım Allahın izi ilə. Allah-u dilərəm ki, özümə, həm də bu dərsi dinləyənlərə faydalı olsun. Bundan sonra amma nədir? Buna əməl etmək lazım. Həqiqətən, yəni bu məsələlər ciddi məsələlər. Tək siz deyilsiniz. Əksər qardaşların belə deyək də, sual verdikləri, əksər qardaşları narahat edən bir məsələdir. Yəni xutbədən öncə, məscidə gedəndə, məscidə içəri daxil olanda, söhbət cümə gündən gedir, düzdür? İstərsən xutbə vaxtı olsun, xüsusən nədir? İndi xutbə vaxtını danışacağım inşallah, məscidin minbərdə olanda. Və istərsə də adi vaxtlarda. Yaxşı, biraz da geriyə dönək. Bizim bu məsələdə sələflərimiz var da, sələflərimiz olub. Kimdir bizim sələflərimiz? Sahabələr, radiyallahu anh. Sahabələrin vaxtında cümə günləri olmurdu. Sahabələrin vaxtında xutbələr verilmirdi. Onlar nə cür eləyir? Cümə günləri ümumiyyətlə sahabələr cümə günləri nə ilə məşğul olurdu? Mən sizə bəzi şeylər deyəcəm də, bizdən heç kim onu eləməyib. İllə mən rəhmə Rabbi. Rəbbim rəhmədən qullardan başqa. Yəni, 100%-in 98% onu eləməyib. Siz deyəcəksiniz ki, subhanallah, cümə günü ilə bağlı belə şeylər mi var imiş? Onlar cümə günü səhər tezdən sübh namazını, bilirsiniz, ən fəzilətli namaz hansı namazdır? Cümə günü fəzil namazı, cəmaat. Sübh namazını Muhammed sallallahu aleyhi ve sellem'e qılırlar. Sallallahu aleyhi ve sellem. Oturduqları yerdə, yəni məsciddə, Allah'ı zikir edirlər. Yəni, şuruğa kimi, günəş çıxana kimi. Bir desək, günəş çıxandan sonra nədir? 2 rükət duhanı qılırlar. Şuruq vaxtı edirlər də. Yaxşı, sonra nə edirlər? Söhbət cümədən gedir. Dönürdülər evlərinə, cümə qusulu alıb, qaydırırlar məscidə. Hələ saat neçədir? Fəsildən fəsilə dəyişir də. Saat hələ 6-dır və yaxud 7-dir, qışçısı. Yaxşı, məscidə gəlib nə edirdilər? Məscidə gəlirdilər sahabələr, radiyallahu anhum, namaza başlayırlar. Nə vaxta kimi? Sahih Müslimdə keçir bu qıssa. Sahabələr deyir ki, radiyallahu anhum, bizə deyir, namazdan deyir, dayanmağa mane olan, asanla danışıram mən, şuruqdan cümə vaxta kimi, xutbə vaxtına kimi. Görün nə deyirlər? Deyir ki, bizə deyir, bizdən birimizə deyir, namazdan dayanmağa deyir, mane olan, Peyğəmbərin sallallahu aleyhi ve sellemin minbərə çıxması idi. Allahu akbar. 100 rükət namaz qılmaq. 200 rükət. 2 rükət qılmaqla, yəni bunun əsli Sahih Müslimdə keçir. Sahabələrin həyatı olub, bu. Fikrimi çatdıra bildim. Kimsə gəlib 10 rükət namaz qılanda, yəni cümə vaxtına kimi, təəccüblənməz. Deməsin ki, bunu neyinir? Bunu sahabələr belə eləyiblər. Radiyallahu anh. Şuruqdan hasana kimi, düz deyir bizə mane olan Peyğəmbər sallallahu aleyhi ve sellemin minbərə çıxması edir. Həmin vaxtı da ancaq namaz qılırdı. Sahabələr ancaq namaz qılırdı. Heç Quran oxumurdular. Təkbir gətirib namaz qılırdı. Şübhəsiz ki, namazın içində Quranlar var da. Namaz qılırdı, amma onlar fərqli qılırdı da. Sahabələr namaz qılmağı fərqli idi. Radiyallahu anh. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem gəlirdi, xutbə verirdi. İndi mövzumuz budur, düzdür?
Yəni biz birincisi biz şuruqdan sonra getmirik. İkincisi getsəydik o qədər namaz qılmırıq. O məsələlərdən danışmırıq. Yaxşı, biz getmişik cüməyə yaxın vaxtda. Hətta bizdən birimiz 40 dəqiqə, 50 dəqiqə məsələ tez gedən deyir ki, birinci mən gəlmişəm. Allah bağışlasın. Tayyip, gedib çatmışıq nəyə? Cümə vaxtına. Daha doğrusu məsələ girdik. Təhiyyəni qılıb oturmaq lazımdır. Əgər xutbə vaxtı deyilsə. Yaxşı, xutbə vaxtıdırsa, burada mühüm bir qeyd var. Xutbə vaxtı imam minbərdə olsa belə, məscidə girəndə namaz qılmaq lazım. Məscidə girəndə namaz qılmaq lazım. Namazı qılmayıb oturmaq olmaz. Qılmamış. Buna dəlil nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm bir günləri minbərdə xutbə verəndə bir nəfər girir sahabelərdən, oturur. Peyğəmbər onunla danışır sallallahu əleyhi və səlləm minbərdən. Deyir ki, qıldın da 2 rükət namazı. 2 rükət namazı qılıb oturdun. Deyir ki, xeyr, deyir, qalx, qıl, otur. Ona görə nədir? Barakallahu fikum. Məscidə girəndə 2 rükət qılmaq lazım. Hətta imam minbərdə olsa belə. Namazı qılandan sonra oturmaq lazımdır. Oturub Allah'a zikr etmək lazımdır. Xutbə əsnasında danışmaq olmaz. Nəbi sallallahu aleyhi ve sellem nəh eləyib. Deyir, kim deyir qardaşına deyir, yanındakı qardaşına. Sus, belə deyirlər, bizə sus deyirlər. Sah keçir bu ərəbində. Sah yəni bir mənada, uskut. Sakit ol desə deyir, ləqad ləqav deyir, Allah korusun. Artıq lağlağı etmiş olar deyir. Bir kəlmə desə deyir belə. Lağlağı etmiş olar deyir. Allah korusun, bəs telefon oynamaq nədir? Biz görürük, həqiqətən insanlar telefon oynayırlar. Savab da verirlər, subhanallah. İmam minbərdə xutbə verir, bu telefonla danışır belə. Bu müsibət ya, Allah korusun. Yəni, bir kəlmə cümə vaxtı qardaşına bir söz demək, lağlağı edir sayılırsa, Peyğəmbər dediyi kimi sallallahu aleyhi ve sellem, bəs telefon oynamaq nədir? Cümə başlayandan xutbə başlayan məktub yazır. Ta axıra kimi, Allah korusun. Bu hal yaxşı hal deyil. Sonra Allah korusun, səsküy etmək dedik, yəni xutbə vaxtı. Ən çox məni narahat edən nədir? Məscidlərdə, istərsə cümədə, istərsə də digər namazlarda bu imamların mikrofonla deməkləri var. Qardaşlar, sakit olun. Allah şahiddir, Allah şahiddir. Allah'a sığınıram mən nəfsimin şərrindən. Çox utanıram elə olanda, həqiqətən. Elə utanıram ki, elə biləm ki, o imam mənə deyir. Dəhşət utanıram, subhanallah. Yəni, məsciddə kimsə sənə xatırladır. Məsciddə kimsə sənə xatırladır ki, sakit ol. Əslində, bunu bütün müsəlmanlar bilməlidir. Tək məscidin imamı yox. Və yaxud o, belə vururlar, pulu vururlar ki, sakit olun. Subhanallah. Bu bir də görürsünüz, cümə vaxtı baş verir. Olur yoxsa olmur? Cümə vaxtı məsciddə imam xütbə verir minbərdə. Pol döyülür ki, sakit yanır. Belə şey olar, subhanallah. Allah bizləri bağışlasın, bizə rəhm eləsin. Bu şeylərə fikir vermək lazım. Barakallahu fikum. Ümid edirəm ki, fikrimi çatıra bildim. Cəzakumullah xeyran, subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbü ileyk.